Salam millət. Bu videoda Pythonda funksiyaların overload edilməsi və yaxud da ki, aşırı yüklənməsi haqqında danışacağam. Niyə məhz aşırı yüklənmə? Biraz qəribə səslənir. Bu haqda birazdan danışacağam. Ümumiyyətlə, biz bir function yaradanda bir növ function içərisində məntiq qoyuruq və bu məntiqi funksiyanın adına bağlayırıq. Ancaq təsəvvür edin ki, bəzi proqramlaşdırma dillərində, compile olunan dillərdə belə bir şey var. Funksiyanın aşırı yüklənməsi və yaxud da ki, overloading. Bu zaman neyinliklər? Bir funksiyonun bir neçə variantını, bir neçə implementasiyasını, reallaşdırılmasını yazırlar. Yəni, eyni bir funksiyonda, eyni adda bir funksiyonda və həmin funksiyondan mən bir neçəsini yaradıram. Birini yaradıram, məsələn, alır 2 arqument, nəsə öz məntiqi var. Sonra aşağıda daha bir dəfə də yaradıram, bu dəfə tamam başqa arqument alır və tamam başqa bir iş görür. Bu adlanır funksiyanın overload edilməsi və yaxud da ki, aşırı yüklənməsi. Niyə aşırı yüklənmə? Çünki normalda bir funksiyon bir dəfə təyin olunur və ancaq bir məntiq olur. Ancaq biz funksiyonu bir neçə dəfə təyin edəndə fərqli arqumentlərlə, fərqli məntiqlərlə, bu demək ki, biz funksiyonun məntiqini bir qədər aşırı yükləyirik. Bir dəfədən artıq, həddindən artıq, yəni aşırı yüklənmə. Bu mənada aşırı yüklənmə və yaxud overloading məntiqli səslənir. Görək bu necə olan bir şeydir. Dediyimizdən belə çıxır ki, bizim bir f funksiyonumuz varsa, deyək ki, və f bir a olursa və atıram, deyək ki, a-nın kvadratını qaytarırsa, bu funksiyonda. Funksiyon işi bir növ kvadrata yüksəltməkdir. Əlavə olaraq, mən bu funksiyonu bir dəfədə təyin edirəm. Gəlin belə bir şey deyək. Deyək ki, integer isə. Əlavə olaraq, deyək ki, yenə f adına bir funksiyon yaradıram. Bu yenə bir a olur, amma bu dəfə a-nın aldığı arqumentin tipi, deyək ki, sətirdir. Amma bu zaman bu neyəcək? Return atıram. A vurulsun 2. Yəni, sətri 2 dəfə təkrarlayacaq. Belə bir şeydir. Əlbəttə ki, əgər biz burada f-i çağırsaq və deyək ki, 2 ötürsək nə baş verəcək? Alacaq 4. Niyə 4 alırıq? Çünki işə düşən bu funksiya olur. Axırıncı dəfə təyin etdiyimiz funksiya. Yəni, 2-ni ötürdük bura, vurduq 2-yə. Hərçənd 2-nin o qədər bəlli deyil. Deyək ki, olsun 3. Alacağın 6. Çünki bu funksiya işə düşdü. Niyə? Çünki proqram yuxarıdan aşağıya doğru icra olunur. Yəni, birinci dəfə f adı bu funksiyaya aid idi. İkinci dəfə isə f adı ikinci funksiyaya buna aid olacaq. Yəni, f adına bu funksiyon mənimsədiləcək. Və buna görə biz f-i çağıranda artıq bu obyekt üçün, bu funksiyon obyekti üçün çağırmış oluruq. Yaxşı. Bəs onda bu dediyimiz overloading, aşırı yüklənməyə Pythona necə gəlib çıxa bilərik? Belə gəlib çıxa bilərik ki, bunun üçün FuncTools kitabxanasında Single Dispatch adlı bir alət var. Gəlin əvvəlcə import edək. From FuncTools import deməli Single Dispatch. Başlayaq ondan ki, mən neyinirəm? Dispatch nə iş görür? Ümumiyyətlə, dispatching nə olan bir şeydir? Dispatching bir növ hər hansı bir əməliyyatın icrası zamanı, belə deyək, hansı əməliyyatı seçimdir. Yəni, məsələn, deyək ki, başlayıq yemək pişirməyə və fikirləşirik ki, yaxşı, hansı yeməyi pişirim? Ancaq sırf texniki cəhətdən. Yəni, proqram icra olunur və proqram icra olmazdan qabaq baxır ki, mən hansı icraat yolunu seçim. Bu, bir növ dispatchingdir, seçimdir. Yaxşı. Bu aləti import elədik və bu alət, ümumiyyətlə, sizinlə FuncTools haqqında danışanda demişdik ki, bu kitabxanadakı demək olar ki, bütün alətlər, FuncTools içərisindəki demək olar ki, bütün alətlər bir növ high order functionsdır, yəni başqa funksiyalar və işləyən funksiyalardır və buna görə əksəriyyəti bir növ dekorator kimi istifadə olunur. Single dispatch da bunun kimi bu qəbildəndir. Yaxşı, görək bu necə istifadə olunur. Əvvəla belə bir şey təsəvvür edək.
bizə bir MySum funksiyonu lazımdır. Hansı ki, alır bir arqument və bu arqumentin tipinə görə fərqli əməliyyatlar icra edəcək. Deyək ki, bu MySum funksiyonu ala bilər hər hansı bir ardıcıllıq. Deyək ki, siyahı, yazılar, çoxluqlar və bunun içərisindəki elementlərin cəmini qaytaracaq. Adi bildiyimiz sum funksiyonu kimi. Ancaq əlavə olaraq, əgər bura deyək ki, sətr ötürsək bir iş görsün, əgər bura lüğət ötürsək tamam başqa bir iş görsün. Görək bunu single dispatch ilə necə eləyə bilərik. Əvvəla biz bunu single dispatch-siz də, overloading-siz də eləyə bilərik. Necə? Deyərik ki, def my sum, bu alacaq hər hansı bir arqument, deyək ki, arg, bu ola bilər bizdə list və yaxud da ki, bu ola bilər bizdə tuple, bu ola bilər bizdə hər hansı bir çoxluq set, okey, və geriyə qaytaracaq cəm arqument, okey, və əgər bunu çağırsaq, nə demişdik? My sum. Məsələn, çoxluq deyirəm. 1, 2, 3. Avuram 6. Avuram cəmmi. Yaxşı, deyək ki, həm də istəyirəm ki, əgər mən buna lüğət ötürürəmsə, lüğətin atıram. Açarları cəmini qaytarsın. Yəni, bir növ arqumentin tipindən asılı olaraq bu və yaxud başqa bir şey eləyəcəm. Onda nə eləyə bilərəm? Əvvəla məntiqən bura bir dənə də dict atmaq lazımdır. Və yoxlayıram. Əgər arqument bunlardan biridirsə, o zaman bunu icra elə. Yaxşı, necə bilə bilərəm ki, arqument hansı tipdədir? Bunun üçün məncə artıq istifadə eləmişik nə vaxtsa, belə bir funksiyon var. Existence. Existence funksiyonu nə edir? Gəlin çöldə baxaq. Existence funksiyonu 2 arqument alır. Birinci arqument obyekt, ikinci arqument isə hansı tipə və yaxud tiplərə mənsubdur yoxlamaq istədiyimiz. Məsələn, obyektim olacaq məndə hər hansı bir dictionary, belə bir dictionary lüğət və bilmək istəyirəm ki, bu məndə dictionary klasının nüsxəsidir ya yox. Və məntiqən bu mənə qaytarmalıdır true. Baxın, boolean qaytarır. Avuram true. Və yaxud da ki, əgər bir yox, bir neçə sinif göstərmək istəyirəmsə, məsələn, bu nədir? Lüğət və ya çoxluqdur. Yəni, bu ikisindən biridir ya yox. Birincisi, orla demək olar. Məsələn, belə bir şey eləyək. Deyək ki, A bərabərdir olsun yazı, yəni tuple. A-nı gətirərəm bura və bilmək istəyirəm ki, A məndə çoxluq və yaxud da ki, yazı və yaxud da ki, siyahıdır. İkisindən biridir. Yəni, mən bunu belə eləyə bilərdim. Məsələn, siyahı və ya yazıdırsa. Okey, bunu belə eləyə bilərəm. Yəni, ikisindən biri. Amma daha qısa bir yolu o vardı ki, daha doğrusu odur ki, mən burada bir yox, bir neçə dənə tip göstərim. Yəni, ikisindən birinə məxsusdur. İkisindən birinin nüsxəsidir, ən azından birinin. Avuram true. Okey? Yəni, mən bundan istifadə eləyib, məntiqimi qura bilərəm. Deyərəm ki, biz bunu nə zaman dedik ki, eləyəcəyik? O zaman ki, list, tuple və yaxud da ki, set obyekt olarsa. Onda nə edirik? If existence bizim bu arqumentimiz nəyin? Əgər bu olacaqsa list və yaxud da ki, tuple və yaxud da ki, set. Bunlardan biri olarsa, o zaman nə edək? Cəmləyək. Cəmini qaytaraq. Əks təqdirdə, gəlin bunu eliflə eləyək. Əks təqdirdə, hara getdin? Əks təqdirdə nə edəcəyik? Deyəcəyik ki, return sum. Dedik ki,
yer gəlmişkən elifin şərti hanı? Əgər dedik ki, dictionary üçün baxırıq. Existence möhtəşəm arqumentimiz və dictionary. Əgər dictionary sən eləyəcəyik, cəminə qaytaracağıq argument nöqtə case. Bunu da yəqin ki siyahıya falan bükməli olaram. Okey, yəni əgər bunlardan birinin nüsxəsidirsə, o zaman sadəcə cəmləyirik. Yox, əgər dictionarydirsə, lüğətdirsə, o zaman açarlarının cəmini geriyə qaytarırıq. Və gəlin belə bir şey eləyək. Dedik ki, açarların cəmini qaytaracaq. Odur ki, gəlin açarlarımız ədəd olsun. 1A, 2B, 3 isə C olsun. Belə bir şey çağırırıq, alırıq 6. Niyə? Çünki açarlarımızın cəmi oldu. Məsələn, bunu 3 eləsəm, 6, 7 eləməlidir. 1, 3, 4, 4, 3, 7. Okey. Cəmləyə bilmirəm. Alırıq 4. Belə. Yəni, bu zaman belə bir sual ortaya çıxır ki, əgər mən bunu belə eləyə bilirəmsə, bir function içində if-else ilə məntiqimi qura bilirəmsə, niyə bunu overload eləməliyəm? Niyə single dispatch falan kimi bir egzotik alətdən istifadə edirəm? Mən məsələnin məğzi ondan ibarətdir ki, mən bir növ funksiyaların məntiqini bir-birindən təcrid eləməyə çalışıram. Yəni, burada tamam fərqli belə budaqlama falan qurmaq əvəzinə tamam fərqli məntiqləri tamam fərqli kodun içərisində yaza bilərəm. Təcrid edə bilərəm. Bu o zaman məntiqlidir ki, variant var, yəni implementasiya var və yaxud da ki, məntiqlər bir-birindən kifayət qədər fərqlənsin. Okey, yaxşı. Qaydaq əsas məsələyə biz bunu necə eləyə bilərik? Single dispatch vasitəsilə. Belə bir şey eləyək. Qaytaraq yerinə bizim bu möhtəşəm sum'ımızı. Sum arc. Yaxşı. İndi görə bunu single dispatch-lə necə eləyə bilərik? Single dispatch-dən istifadə eləmək üçün əvvəla bizim bir funksiyonumuz olmalıdır. Hansının ki biz variantlarını belə deyək ki, sadalamaq istəyirik. Müxtəlif implementasiyalarını vermək istəyirik. Yəni, hər bir implementasiya funksiyanın bir fərqli məntiqidir, bir fərqli variantıdır. Hərdən bir variant sözünü işlədə bilərəm. Və deyək ki, bunu biraz parçalayaq. Bizdə olsun ümumi bir variant, sadəcə R qalır. Yox, gəlin belə bir şey eləyək. Sadəcə belə saxlayaq. Bu olacaq, deməli, bizim əsas funksiyamız ümumi variant və yaxud da ki, başlıca variant. Və biz bunu nə edirik? Bükürük bir single dispatch-imizə. Single dispatch və nə etməliyik? Aşağıda yeni variantlar təyin edib, yeni funksiyonlar təyin edib, onu nə etməliyik? Bu mysum dispatch olunmuş funksiyasına bərkitməliyik bir növ. Ona qeyd etməliyik. Bu bizim ümumi funksiyonumuzdur. Gəlin bundan bir ad verək. Deyək ki, bu olsun general function. Həm də ki, buna susmaya görə function demək olar. Niyə? Çünki, baxın, aşağıda biz məntiqlər sadalayacağıq. Deyək ki, əgər argumentin tipi set olarsa, əgər argumentin tipi integer olarsa, float olarsa və s. axır. Hər tip üçün biz fərqli məntiq yazacağıq. Amma əgər onlardan heç biri olmazsa, o zaman nəyə görə olunacaq? Bu general function, əsas function və yaxud susmaya görə function. Yaxşı. Necə başqa variantlar, başqa implementasiyalar gətirə bilərik? Dedik ki, biz başqa functionın belə deyək, təyin olunmuş formasını gətirib bağlaya bilərik. Yəni, bir function təyin eləməliyik, define eləməliyik və onu bağlamalıyıq bizim mysum functionumuza. Yaxşı, gəlin təyin eləyək. Deyək ki, def mysum funksiyasının deyək ki, dictionary üçün olan forması. Dict, bu da
vacib məqamdır. Həmin arq arqumentini alır. Ancaq bu zaman bunun tipi olacaq dictionary. Yəni bu dictionary üçün olan variant olacaq, implementasiya olacaq. Deməli dictionary alır və return eləyir. Bayaqki kimi sum list deyək ki və arq nöqtə keys. Okay. Bu oldu dictionary üçün. Yaxşı, indi mən nə etməliyəm? Bu funksiyanın təyinini, definitionunu bağlamalıyam bu general functiona. Nə üçün bunu eləyirəm? Bunu ondan ötürü eləyirəm ki, Python başa düşsün ki, bu məntiq əslində bir növ bunun ardıdır. Bunun variantlarından biridir daha doğrusu. Bunun üçün necə edə bilərəm? Bu bağlama prosesi necə apara bilərəm? Belə. Deyərəm ki, mənim bu general functionam dekoratordur. Mənim bu general functionam nöqtə register, yəni qeydiyyatdan keçir. General functionamın qeydiyyatından keçirirəm nəyi? Mənim bu variantlarımdan birini. Yəni bu təyin olmanı. Okay, çağırma ehtiyacı yoxdur məncə. Okay. Və artıq biz nə edə bilərik? Biz bu mysum functionunu çağıranda baxın. Bir arqument. Ümumiyyətlə niyə single dispatch adlanır? Çünki tək bir arqumentin tipinə görə yoxlanış baş verir. Mən bu mysum functionunu çağıranda Python baxacaq birinci arqumentin tipinə. Məsələn, lüğətlə çağırıramsa, baxacaq mənim functionuma. Görəcək ki, bu function dispatch olunmuş functiondur. Yəni ki, bu functionun bir neçə məntiqi ola bilər. Və baxacaq ki, bu functiona biz hansı fərqli məntiqləri qeyd eləmişik, bərkitmişik. Görəcək ki, belə bir məntiq bərkitmişik. Yəni, bu ümumi məntiqdir, bu heç nə tapılmazsa bu icra olunacaq. Bu isə bərkidilmiş məntiqlərdən biridir. Və bu o zaman işə düşəcək ki, baxdığımız o tək arqumenti ki var, onun tipi nə olsun? Dictionary olsun. Yəni, burada istifadə elədiyimiz type hinting bu variant var da. Bu implementasiya var da. İstifadə elədiyimiz bu type hinting həmçinin ona işarə verir ki, bu implementasiya hansı tip arqument üçündür. Məsələn, bu dictionary üçün olacaq. Nəyə görə? Çünki arqumentin tipi dictionary kimi təyin olunub. Okay? O deməkdir ki, dictionary üçün bu, bütün digər variantlar üçün isə general function icra olunacaq. Gəlin görək ümumiyyət elədirmi və söhbəti izləmək üçün bir dənə print ataq. Print deməli call for dict. Buradakı deyək ki print call for general. Okay. Və biz functionımızı, baxın, orijinal adı ilə functionımızı çağırırıq nə üçün? Bir dictionary üçün. Call for dict aldıq və aldıq açarların cəmini. 4 üstə gələ 3. 1, 3, 4 üstə gələ 3. 7 edir. 1 üstə 4 aldıq. Niyə? Sum list keys. Maraqlıdır. Arq keys. Okay. Yəni belə bir şey eləyək. Görək nə gəlib ümumiyyətlə. 1, 3. Lənət şeytana. 1, 3, 3. Keyləri təkrarlamışam. Ona görə belə surprise alıram. Okay. 1, 3, 3. Üstə gələ 3. Alırıq 6. Elementarına. Okay. Ne edirik?
Söhbəti davam etdirmək üçün daha bir variant qeydiyyatdan keçirək. Bu dəfə olsun, deyək ki, sətirlər üçün. Və yaxud da ki, heç nə olsun sətirlər üçün. Def bir dənə də təyin edirik. Deyək ki, olsun, nə olsun? MySum, sətirlər üçün. Bu da olacaq bir arq, hansı tip üçün? Sətir üçün. Və bu qaytarsın, nə qaytarsın? Nəsə bir məntiqli bir şey fikirləşməyin yeri yoxdur. Gəlin deyək ki, argument nöqtə var. Və yaxud da ki, belə bir şey eləmək olardı. Plus minus biraz məntiqli görünsün deyə bilirsiniz ki, hər bir simvolun, ümumiyyətlə Python'da simvol var, Unicode kodlaşdırması ilə saxlanılır və hər bir simvolun Unicode'dakı belə deyək mövqeyini, cərvədəki mövqeyini ORD funksiyonu ilə ala bilərik. Belə bir söhbət var. Məsələn, A simvolu, kiçik A hərfi 97-ci mövqedə yerləşir Unicode içərisində. Və biz nə edə bilərik? Deyək ki, adam bura 2 dənə simvol ötürübsə, 2 simvolu sətirsə, o zaman hər bir simvolu onun Unicode'dakı mövqeyi ilə əvəzləyib mövqeylərin cəmini qaytara bilərik. Güya ki, belə bir məntiq fikirləşmişik. Okey. O zaman nə edirik? Return sum. Deməli, sum. Burada Unicode mövqeylərini əvəzləmə aparaq. Deməli, for in arg. Yəni, burada biz fikirləşirik ki, bilirik ki, argument nədir? Sətir olacaq. Və bu bizə olacaq bir simvol. Simvolu çeviririk onun Unicode'dakı mövqeyinə. Org yox, ord. Okey, bu bizə qaytaracaq integerlər siyahısı və integerlər siyahısının cəmini tapırıq. Okey, gəlin bunu qeydiyyatdan keçirək. General functionumuzun adı hansı ki MySum idi? MySum nöqtə register. Okey. Və lüğətimizi əvəzləyirik hər hansı bir sətirlə. Məsələn, olsun AA. Bayaqları gördük ki, A-nın Unicode'dakı dəyəri, Unicode'dakı mövqeyi nədir? 97-dir. Yəni, AA bizə bir növ 97 üstə gələ 97 verməlidir. İcra edirik. Alırıq 194. Yoxlayaq. 97 vurulsun 2 194. Okey. Yer gəlmişkən problem print ataq. Print call for str. Əmin olaq. Görürük ki, str üçün çağırır. Əla. Yaxşı. Belə bir məqam var. Sanki biz burada müəyyən qədər artıq iş görürük. Birincisi, mən baxmayaraq ki, burada str-i çağırıram, bu function çağırıram, burada bu functionu çağırıram, dictionary variantını. Amma yenə də nə edirəm? Bir addan, general function adından çağırıram. Yaxşı, bəs belə olan zaman bunları adlandırmağın mənası var ya yox? Əslində yoxdur. Niyə yoxdur? Çünki, bəli, mən bunu çağıra bilərəm. Birbaşa desəm ki, məncə eləyə bilərəm. 99% əminəm ki, eləyə bilərəm. Çağırıram, alıram function, okey. Sadəcə olaraq, əgər mən bunu, bütün implementasiyaları fərqli adlandıracamsa və belə çağıra biləcəmsə, mənim nəyimə lazımdır overloading, okey. Onda nə edə bilərəm? Sadəcə olaraq bunu hər hansı bir altdan xətlə, yəni adətən Python'da adı o qədər də vacib olmayan verilənləri, dəyişənləri məhz bir dənə altdan xətlə adlandırırlar. Yəni bir növ temporary, müvəqqəti dəyişən. Niyə müvəqqəti? Niyə bu mənə maraqlı deyil? Çünki texniki olaraq implementasiyanın bura bağlanması mərhələsi burada baş verir. Yəni əslində bu function adı o qədər də bizə maraqlı deyil. Çünki dekorator nə edəcək? Götürəcək function obyektini və bərkidəcək bura. Yəni function adı nədir? O qədər də
önəm daşımır bunun üçün. Ona görə, yəni müxtəlif adlar fikirləşib, yəni bu adlar fəzasını adlarla doldurmamaq üçün yalandan nə edirlər? Adətən belə altdan xəttlə əvəzləyirlər. Və salam. Çünki biz nə edirik? Sadəcə olaraq general, ümumi function adından istifadə edirik və salam. Okay. Yəni normalda çox vaxt əgər qarşımıza single dispatch çıxacaqsa, çox güman ki, məhz təxminən bu cür formalarda çıxacaq. Yaxşı. Davam edək. Biz nə edə bilərik? Birincisi, burada gördüyünüz kimi belə operatordan istifadə eləmişik. Bir növ OR əməliyyatını bizə xatırladır və biz dispatching zamanı, arqument göstərdiyimiz zamanı bundan da istifadə edə bilərik. Həm belə edə bilərik, yəni ki, əgər list və yaxud da ki, tuple varsa bu icra olunsun, üstəlik biz nə edə bilərik? Bunun, belə deyək, bu variant type hintingin, bax, bu operatoru var. Bu və ya operatoru ilə istifadə olunması, səhv etmirəmsə 3.10-dan Python 3.10-dan başlayıb, ya da 3.11-dən deyək, yarımda deyil. Amma biz nə edə bilərik? Daha erkən bizə bəlli olan uniondan istifadə edə bilərik. From typing import union. Uniondan istifadə edə bilərik. Gəlin belə bir şey eləyək. Bunu buradan götürək. Dedik ki, general functionumuz o zaman işə düşür ki, heç bir implementasiya uyğun gəlməyib arqumentin tipinə görə. O zaman nə edə bilərik? Deyək ki, burada raise not implemented error. Belə bir şey ata bilərik. Not implemented for bu olsun F sətir type arq, yəni bu tipli arqument üçün bizə heç təyin olmayıbdır. Və nə edək? Bir növ arıcılıqlar üçün, hansı var ki, bayaq götürdüm, deyək ki, siyahı, yazılar, çoxluqlar, bunlar üçün ayrıca bir implementasiya yaradaq. Deməli, def, sadəcə altdan xət, arqument və tipi bunlardan biri olan. Okay. Çağırıram və return eləyirəm some arq. Yəni artıq buradakı kimi bir tipə yox, bir neçə tipə bağlamış oluram. Ya bu, ya da ki bu. Okay. Yer gəlmişkən işləsin deyə qeydiyyatdan keçirmək lazımdır. Neydi adı? mysum.register və salam. Və. Belə bir şey eləyək. Deyək ki, yazı ilə çağıraq. 1, 2, 3 və əlbəttə ki, printdən qalmayaq. Print for sequence. Alırıq for sequence və cəmimizi. Yaxşı, bəs deyək ki, nə qaldı? Hər hansı bir ədədlə çağırım. Məsələn, 1 ilə. Baxın, 1 nədir? 1 integerdir. Bizim neçə variantımız var? Generalı saymırıq. General qalır qıraqda. Bizdə var list və ya tuple üçün, var dictionary üçün və var string üçün. Bu isə bunlardan heç birinə uyğun gəlmir. Deməli, nə icra olunacaq? General function icra olunacaq. Hansı ki, nə etməlidir? Bu not implemented error xətasını atmalıdır. İşə salıram integerlə, alıram not implemented error və ötürdüyüm xəta. Not implemented for, bu da onun tipi, integer. Okay? Bu belə. Yenə sual yarana bilər ki, əgər mən functionumun məntiqini sadəcə if-else'lərlə eləyə bilərəmsə, single dispatch falan mənim nəyimə lazımdır. Yenə də, əgər funksiyanın, belə deyək, məntiqi arqumentin tipindən çox asılıdırsa, nə mənə çox asılıdır? Tamam fərqli uzun məntiq var. Yəni, bu arqumenti özün bu cür aparır, başqa arqumenti tamam başqa cür aparır. O zaman dispatch etmək məntiqlidir. Amma yox, sadəcə olaraq
Əslində burada bir ölçü vahidi yoxdur. Hər şey praktikaya və baxışa asılıdır, amma yenə də yəni əgər bunu if else etmək daha qısa və daha oxunmursa, okey, if else daha yaxşıdır. Yəni sadə if else ilk baxışdan daha tez anlaşılır, nəinki single dispatch. Və əminəm ki, if else-i tanıyan, başa düşən daha çoxdur, nəinki bu cür aşırı yüklənməni. Daha bir məqam, biz nə edə bilərdik? Biz function define edib bağlamaq əvəzinə registerə bir function kimi çağırıb function obyektini oraya ötürə bilərdik. Necə? Deyək ki, bizə bizə var sətir üçün, bizə var dictionary üçün, bu var üçün. Yəni belə bir şey eləyək. Bir dəfə də none üçün eləyək. Deyək ki, bizdə bir function var, hansı ki none type üçündür. Bu zaman, əgər biz bunu dekorator kimi istifadə eləmək istəmiriksə, nə edirik? MySum.register baxırıq. Görürük ki, bu nə var bizdən? Bizdən var hər hansı bir class və our function. Class əslində type, hansı tipə bağlamaq istədiyimizdir. Necə ki, burada eləyib. Burada biz heç nə eləmirik əslində. Sadəcə dekoratoru bərkidirik və salam. Bu özü nə edəcək? Bu özü götürür tipi, bu özü götürür function obyektimizi və onları bağlayır. Okay? Amma biz burada özümüzü göstərməliyik ki, hansı tipə, hansı functionu bağlamaq istəyirik. Qeydiyyatdan keçirmək istəyirik. Biz deyirik ki, biz arg dəyişəninin non-type, yəni non üçün olan, non argumenti üçün bağlamaq istəyirik. Non var bizdə. Non, okey. Print. Jupyterdə görsənmir, amma print eləsək, bizim nonumuz var və bu nonun tipi var. Type non, non-type görməliyik. Okey. Biz bunun üçün bağlamaq istəyirik. Onda nə etməliyik? Tipimiz, nonun tipi, deməli, register edirik bu tip üçün və hansı function? Bura function obyektini ötürməliyik. Yenə function obyektini yuxarıda təyin edib, bir ada bağlayıb, adı gətirib bura qoya bilərik və yaxud da ki, təyin edilməyə bilən, belə deyək, function bizə nədir? O function ki, biz onu hər hansı bir ada bağlamaya bilərik. Bəli, bu bizdə lambda expressionları idi, lambda ifadələri idi. Onda nə edə bilərik? Götürüb bir lambda ifadə yarada bilərik. Bu alır bir arg və nə edir? Nə edə bilərik? Yəni fikirləşək. Əgər sum functiondan MySum-a none ötürüblərsə, əslində heç eləməyin mənası yoxdur. Sadəcə olaraq 0 qaytara bilərik. 0. Okey, belə bir şey. Və əgər indi mən bunu none ilə çağırsam, alıram 0. Niyə 0 alıram? Çünki məndə bu lambda ifadə çağırılır. Yəni biz bundan registerdən həm dekorator kimi istifadə edə bilirik, functionun yuxarı hissəsində normal dekorator kimi və yaxud da ki, bu cürə istifadə edə bilərik function kimi. Function kimi istifadə edəndə, hansı ki elə bunun öz interfeysidir, məhz belə işləyir. Function kimi istifadə edəndə bizdən nə alır? Bizdən alır class, tip, hansı tipə bağlayırıq? Dəyişənin hansı tipinə bağlamaq istəyirik? Və ikincisi function obyekti, yəni nəyi bağlamaq istəyirik? Bu cürə. Amma biz bunu dekorator kimi istifadə edəndə bunların hamısını avtomatik eləyir. Çünki bu dekoratordur. Bu bizim functionumuzu da görür, istifadə edə bilir. Həmin functionun argumentinin tipini də bilir. Yəni gətirib sadəcə olaraq pərdə arxası olaraq functionumuzu bura, dekor olunan functionumuzu, onun tipinin, birinci tipinin, çünki söhbət single dispatch'dən gelir. Biz ancaq birinci və tək argumentə baxırıq. Okay? Yəni bir neçə argument ola bilər, amma dispatching, yəni tipinə görə budaqlanma, seçim ancaq birinci argumentin tipinə görə baş verir. Okay?
Yəni dekorator kimi istifadə edəndə bunların hamısı avtomatik baş verir və bu bizə verir məhz bu məntiqi. Bu qədər.